Bu sudan içilir uşaqlar. Çikili palçıqlı su aparır evinə. Gör nə qədər balıq tutub özü təmizləyib hazır. 1 manatdır biri uşaqlar. 1 manat. Bu uşaq girib çayda buna və rahat üzürlər. Allah bu niyə sağa getdi? Ola. Uşaqlar içərisinə klok doldurublar və bir dənə parça ilə bağlayıblar. Kamizə. Kamizə. Və bu cinsi əlaqədə uşağın yanında baş verməsin. Yəni uşağı ötürürlər nənəsinin yanına. Yavaş yavaş. Yavaş yavaş. Ya yavaş. Oydu uşaq suyu birbaşa buradan içir. Mən belə şey görməmişəm uşaqlar. Sabahınız xeyir olsun. Mənim sabahım xeyir olsun. Sizin bilmirəm indi buna video baxın. Axşamdır, gün ortadır nədir? Bir sözlə. Salamlar ən yaxşısı. Hər vaxtınız xeyir. Bu günlərim Kenya sərhədlərinə gedirik deyənə səhər saat 7-dən çıxmalıyıq. Niqaqam gil gəlibdir. Mən də hazırlaşmışam. Şimdi gedim bir dənə bunları maşına qoyum. Qapını bağlayım. Vuxodim. Çıxırıq ki Kenya sərhədləri bura olduğum yerə nisbətdə çox uzaqdadır. Ona görə kalan vaxt alacaq bizim gedməyimiz. İndi ona görə məcbur səhər saat 7-dən çıxmışıq. Qapımızı bağlayaq. Bizim gidimiz, bu bizim maşınımız, driverımız. Beşlərimiz belə qarışıq da olsa, səliqəsiz də olsa, əsas odur ki, işimizi görə bildik, qalanı üzərəndir. Bu da çupa-çupslarımızdır. Gələcəkdə uşaqlara verəcək görəndə. Belə bir yerə gəldik, yeməyə. Bunlar buna lodge deyirlər. Lodge təqribi olaraq nə oteldir, nə hosteldir. Bir anlayışlarını mən burada qalmamışım deyənə bilmirəm, amma fikir olaraq bildirdi ki, hardasa 2 ulduzlu, 3 ulduzlu otel kimi bir şeydir. Xaricilərin 90%-i əsasən burada qalır. Yəni gələnlər tura 90%. Burada yer yoxdursa artıq mənim kimi başqa yerə getməli olar. Bu da zaten mənim üçün buranı eləyəcəkdi. Dedi, yer yoxdur. Digər tərəfi götürsəm sənin üçün problem deyil. Dedim, problem deyil, yatmağa yer olsun. Mənim otelimi götürəsi oldu. Bu burada daha böyüdür nisbətdə ərazi olaraq. Yəni qəşəng yerdir əslində. Mən düşünmürəm bura pis yerdir. Bəzi başqa şeyləri də göstərim. Deməli uşaqlar, indi düzdür, adət-ənənə söhbət var. Bir də var gündəlik məsələsi də. Gündəlikdə olmasa da adət-ənənədə Efiopiyanın qabı bax belə olur. Bunlar sizə demişəm də bir qabdan yemək yeyirlər. Və o qabı yeməyə tökürlər bunun içərisinə padnosda gətirirlər. Və bu qoyulur ortalığa. Hamı ortaqda bundan yiyir. Efiopiyanın yəni qabı o sayılır. Yəni sizə buralığı da göstərim. Quşun səsini eşitsiniz də, gözəlliyi, təbiətinə. Bu bunların barı restoranı. Aha, let's go. Belə bir qəşəng məkandır əslində. Çox qəşəngdir. Burada gəlib bir dəfə yemək yemişik. Bu bizim ikinci gəlişimizdir bura. İkinci il, üçüncü sözüm dedim mən. Bir də burada kofe bədəniyyət söhbətinə qalanda bunlar ayrıca yer ayırıblar. Hər yerdə var, böyülü, kiçikli, müxtəlifdir. Baxın, kömürlərini qalayıblar. Hamı gəlir, səhər tezdən burada yığışır, kofeni içir, ondan sonra yola çıxır. Yola çıxırlar, hamı mənim kimi yola çıxır da, yəni. Anlayırsınız da, yəni. Hələ biri safariyə, biri trayba, hələ bir yerə. Neyse, uşaqlar, səhər yeməyimizi sifariş verək, xəbər edəcəm. Yəni ki, omlet yiyəcəm, dünyanın hər yerində omletdir. Yəni qayğanaq. Səhər yeməyimizi yedik. Sadə bir yumurta qayğanaq ediyənə çəkmədim. Başımızı oynaqırmaq istəmirəm. Dalıca da Efiopiya kofemizi içdik və biz yola davam edirik. Ödənişimizi də elədik, gedirik. Ödənişimizi elədik deyənə bunların heç birini mən eləmirəm. Hamısını dostumuz eləyir. Çünki öncədən ödəniş eləyirsən, qalan hər şeyi onlar qarşılayırlar. Qarşılayırlar deyəndə də yenə deyirəm, ödəniş eləmirsən zaten sən artıq əvvəldən. Bugün çox maraqlı olmalıdır. Düşünürəm, dünən çox maraqlı olub zaten. Akşam mən keçən dəfə seremoniyasını çəkmişdim Hamer qəbiləsinin. Ola bilə bugündən biz onları özlərinin culture, mədəniyyətlərindən falan tanış olaq. Neyse, okey, maşınımız burada. Toyota Land Cruiser və biz yola düşürük. Baxın uşaqlar, bu uşaq yazıq kilometrlərlə yolu gedir su əldə eləsin. Yəni kanisterlarla, eşşəklə. Bəziləri hətta bunu ayaqla gedirlər. Kilometrlərlə yol gedirlər ki, bir dənə su əldə edə bilsinlər. Biraz videoya yaxşı notlardan giriş eləməyəcəm. İndi mən xahiş eləmişəm ki, o su daşınan yerə gedək. Mən onu görmək istəyirəm. Və sizə də göstərmək istəyirəm ki, baxın, görün necə acınacaqlıdır vəziyyət. Yəni adamlar normalda su tapmırlar və yaxud da ki, bax, biri də var burada. Biri də burada. Daşı, boşu yığıb suyunu gelir. Ya su tapmırlar və yaxud da ki, suyu belə uzaq məsafələrdən gedirlər, yığırlar kanisterlara, aparırlar evlərinə. Çox çətindir, amma suyun da nə vəziyyətdə olduğunu mən sizə göstərəcəm də. Ona siz su deyirsinizsə, mən başqa şey deyirəm də. Söymək istəmirəm. Ümid edirəm,
fikirlərimi siz də anlayacaqsınız və mənə eyni fikirdə təsdiqləyəcəksiniz. Deməli, kimlərsə ayağından gəlir bura, uzun məsafələr qət edərək. Kimlərsə eşşəyi ilə, qatırı ilə gəlir. İndi buradakı vəziyyət biz nədir? Bir dənə böyük bir ərazinin ortasında, çox geniş bir ərazinin ortasında, elə bir Bakı şəhəridir. Bakı şəhərində bir dənə yer var, həmən yerdə bir dənə kiçik su hövzəsi var, təsəvvür elə. Həmən su hövzəsindən cəmaət gəlir, suyunu yığır. Uşaqlar həm gəlirlər, insanlar burada çimirlər, çünki su tapa bilmirlər, yəni bundan başqa variantı yoxdur. Həm gəlirlər burada çimirlər, həm həmən sudan yığıb özlərinə içmək üçün, yemək hazırlamaq üçün aparırlar. İndi mən döyüləm sizsiz. Bu nə deməkdir? Bu niyə bizim coğrafiyada rahat kran taşıb sən suya istədiyin kimi istifadə edirsən? Buradan mı uşaqlar bu vəziyyətdədirlər, cavanlar, körpələr, qadınlar bu vəziyyətdədirlər. Nə bilim, söz tapmım, suyun da çirkliyini sizə izah eləmək üçün baxım deyən suyun çirkliyinə. Yəni bu sudan içilir uşaqlar, bu sudan içilir. Başa düşürsünüz, içilir. Hər şey bu suyun. Yeyilir, içilir, çimilir. Yoxdur əlac. Əlac yoxdur. İndi mənə cavab verin. Allah ədalətlidir. Yəni bu nə ədalətdir, mən başa düşmürəm. Bu nə ədalətlidir ki, biz Bakıda istədiyimiz kayfi görürük su ilə bağlı. Amma bunu yazıqla vəziyyət çəkirlər. Bunların bu coğrafiyada doğulmaq, yəni nə zülmdür ki, bu coğrafiyada doğulublar deyənə bu zülmü çəkməlidir. Su axı insanın həyatda qalması üçün ən vacib elementlərdən biridir. Yeməkdən də vacibdir. Onu belə əldə etmək nə deməkdir? Nəysə, biraz pis notlarla başlayıram işə. Əsəbləşirəm də həm də mən belə şeylər görəndə. Qəbullana bilmirəm, yetişəsən. Amma düzgün baxmıram mən bu şeyə. Heç cürə düzgün baxa bilməm, anlaya bilməm, dərk eləyə bilməm bu məsələni. Siz dərk eləyirsiniz, yazın altına mən başa düşüm. Nəysə, biraz əsəbləşdim. Gedək yolumuza davam eləyək. Mövzularımız bu deyil təbii ki, amma bunu da görüb də sizə göstərməmək düzgün olmazdı. Biraz əlinizdə olanların qədrini bilin, şükür eləyin. Amma bunlar da çox yazıqlar deyə düşünürəm. Baxın uşaqlar, daşıyır, kanistranın suyu daşıyır. Gedəcək də bir kalan yol gedəcək və oradan biri eşşəklə gəlir. Yəni bunların heç olmasa eşşəkləri var, bunlar çoxlu su apara bilirlər də. Deyək ki, həftəlik su aparırlar. Amma adamlar var ki, yəni kanistranla hər gün gəlməlidirlər bura. Və yenə deyirəm, nəticədə təmiz su da tapmır. Çirkli, palçıqlı su aparır evinə. Evinə palçıqlı su aparır. Bakteriya mənbəyi, çirk mənbəyi, nə deyirsən denəndə, nə xəstəliyi deyirsən yaranacaq da burada da. Nə bilim, neysə, mövzunu bağlayırıq. Burada qurtardıq. Keçirik, davam edirik əsas mövzumuza. Uşaqlar, bir yağdan yol boyu, bax bundan, babun, bəzi quşlar falan çox görürəm. Belə qaçırlar o yan-yana. Bu kənqo, okey. Yazdıqlar vəhşi təbiətdir də. Bax, bu insan müdaxiləsinin nəticəsindədir. Burada yaşayır da bu adam. Bunun biz gəlməklə bura əslində, bax, onu hansısa maşın vurub yazıq o günə düşübdür. İndi hansısa heyvan gəlib onu yiyəcək. Bəlkə də o yaşamalıydı nə qədəsə. İstəmədən çox riski çıxdı, birini öldürdük. Qaçdı, dəydi maşına. Öldü. Yəni ki, öldü. Düşüb baxmaq istəmədim. Dedim, sürə-sürə ona baxsaq, ürəyəm partlayacaq mən. Çoxdur, burada şeylər çoxdur, heyvanlar çoxdur. Bizdə bəlli bir sürətimiz var da, bu yol gedirik, asfalt yoldur. Uşaqlar, baxın, bunlar da Daçenik qəbiləsidir. Biz birazdan onların hansısa bir hissəsində olan hissəyə daxil olacaq və onlarla tanış olacaq daha yaxından. Burada evlər ancaq şifrlə və taxta ilə örtülür, düzəldilir və yumru formada olur. Uşaqlar, burada stop elədik. Elə deyir ki, burada uşaqlar balıq tuturlar. Gəl onlara baxaq. Yolumuzun üstündə idi. Uşaqlar, onun tutduğu balıqların qədərinə bax. Gör nə qədər balıq tutub, özü təmizləyib hazır. 1 manatdır biri, uşaqlar. 1 manat. Deyir, arasına sən 1 dolara 2 balıq götürə bilərsən. Girmişdim öküzlərə. Uşaqlar, deməli. Baxın, millət. O, kilkələr, balaca balıqlar tutublar burada. Evet. Balaca balıqlar tutublar, hazır. Balacaya bax. Sən nə yaşın var, sən balığı da tutursan? Nəyinə tutursan? Mike? Bax, bir dənə şey eləyib, buradan sadə ip sallayıb taxtaya və atır onu. O maçaya axır tökülür Turkana gölünə. Turkana gölü tez-tez daşır və hal-hazırda ən full daşıma dönəmindədir. Və daşıb burada bir gölməçə əmələ gəlibdir. Və bu gölməçədə insanlar balıq tutmağa gəlirlər. Və balığı da
çox primitiv yollarla da ip, üzərinə bir dənə o balığın keçəcəyi qırmaq. O! I get. You get? Orada nətər tutdu onu başa düşmürəm. Dobro, Samet da. Balaca adamı balıqdır da tutdu. Gedək qabağa da baxaq. Bura bir yoldur belə. Bu yol üzərində baxın bütün köçəri formada hərə bir yana gedir. Mən də gedirəm qabaqda görüm nə var nə yox. Bu İtalyanların burada saldığı nə deyirlər buna? Əkin sahəsidir və banan əkirlər və bananı buradan birbaşa vururlar Avropaya. Bax bu sahə İtalyanlara məxsusdur uşaqlar. Bax o çayda, göldə də yenə çimənlər var. Yəni bu bura yenə nisbətdə Oma çayına və bayaq gördüyümüz gölməçədən nisbətdə nədir? Əməlli başlı təmiz sudur. Bu ciddi təmiz sudur. Bayaq ki çox palçıqlı idi. Onların güzgüləri olmurdu yəni. Bax hər maşın görəndə, güzgü görəndə baxırlar. Deməli uşaqlar, bayaqdan bir mövzuya nəzarət eləyirəm, nəzər edəndə fikir verirəm. Bax bayaqdan gedirəm də. Bu boyda ərazidir, çox böyükdür ərazi, həddindən artıq. Qardaş, bu ərazidə bir dənə mən sərhəd görmədim. Yəni kiminsə biznesidir də bu banan ağaclarıdır. Demək ki, bu boyda Afrikada bir köpəyoğlu gəlib bu bananı buradan qopardıb aparmırdı yəni. Burada sərhəd qoymağa ehtiyac yoxdur. Çox maraqlı detaldır. Yəni heç bu boyda ərazini sərhədləmədən biznesi davam elətdirə bilirlər. Bizdə isə cəmaət həyətini sərhədləyir, meşəsini sərhədləyir, pomidor əkir, onu sərhədləyir, hər şey sərhədlənir. Bilməm, bu yəni yanlış fikir ola da bilər, amma niyəsə bu faktiki burada sərhəd yoxdur. Rahatlıqla insanlar öz ərazilərində bananlarını əkib bizneslərini davam elətdirə bilirlər. Bizdə niyə bu mümkün deyil, başa düşürlər. Birazdan bu qəbilə haqqında danışanda məlumat verəcəm. Sadəcə bu kadrlara baxın, onların həyatına maldarı, qoyun, keçi, inək. Bunlar çox böyük rol oynayırlar və bunlar onların sərvətidir, sərvəti. Yəni burada zənginsənsə, deməli inəyin, qoyun, quzun çoxdur. Zənginlik anlayışı bununla ölçülür və ərazidə çoxlu miqdarda heyvan var. Artıq uşaqlar dastan üçün belə deyim, kənd hissəsinə girmişik. Kənddən də qəbiləyə keçid eləyəcəyik, amma burada bizi deyir pasport kontrol da olacaq, yoxlayacaqlar. Onlar deyir nə vaxt ki ağ adam görürlər, mütləq onları yoxlanışarlar. Amma qara adamlarla işi yoxdur. Və sizə bir şey də deyim ki, məsəl üçün biz irqçiliklə bağlı deyirik ki, bu sözü işlətməyək, kiməsə qara deməyək, kiməsə ağ deməyək. Onlar burada sırf bu sözü konkret istifadə edirlər. Onlar 2 dəqiqədən bir mənə ağ adam deyirlər və yaxud digərlərinə bağlı fikir bildirəndə gələnlərlə bağlı ağ adam, ağ adam, ağ adam, ağ adam. Ancaq yəni ağ sözünü çox rahatlıqla işlədilər. Biz hansı ki çəkinirik, deyirik ki, irqçilikdir bu, qara və yaxud ağa ayırmaq. Nə bilim, görürsən o dünyada biz başqa şey düşünürük, bu dünyada, yəni bu coğrafiyada başqa şeylər yaşanır. Biz gəlmişik pasport kontrola, bu da onların ofisidir uşaqlar. Bura onların ofisidir, yoxlayacaqlar indi bizim kimliyimizi. Pasportum onda, vizamı da yoxlayır indi, görək. It's okay? Thank you. Heyecanlandı, mega qaçır. Gəldiyi əsas odur ki, ərazidə əminlik yaratdıq ki, qaraçılıqla gəlib keçməmişəm də bu ölkəyə. Vizam var, pasportum yerində. İndi gedirik, qaydırıq əsas ərazilərə, Dasanek qəbiləsinə. Bura gəlməlisən ki, məsəl üçün də hər hansı bir şey olanda orada gəlib səni yaxalamasınlar da. Sənin əraziyə özün adam balası kimi gəlsən ki, qardaş mən bura gəlmişəm, Allah yoxla, hər şeyim yerindədirsə, mən getdim işimin gücümün də ayıcı. Bax belə. Uşaqlar, biz bu tərəfə gəldik giri götürməyə və bunlarla keçəcəyik çayı. Mənə maraqlı gələn bilirsən nədir? Bu uşaq girib çayda buna rahat üzürlər. Və Oma çayının dərinliyi bəlli deyil uşaqlar. Bu barədə heç bir məlumat yoxdur. Təyin eləyə bilməyiblər buranın dərinliyini. Balaca uşaqlar çayı rahatlıqla üzüb keçirlər, çaydan rahatlıqla qayıdırlar. Nə edirlər? Bunlar oynayırlar. Qapıçıqanı atırlar, qabağa üzürlər ona tərəf. Afrika çox dəyişət yer. Mən çox xoşbəxtəm burada olduğum üçün. Çox dəyişət. Biz yerli bələdçi ilə yerli lokka sayılır belə deyək və adı Kano gedir. Kano sadəcə ağacın içərisi ovulub və əmələ gəlibdir. Hicay bizi aparacaq yerli bələdçidir Dasanek qəbiləsinə və biz bunun üçün Oma çayını keçməliyik. İndi mən keçirəm, buna baxın. Hoppa. Oturdum yerə, yeri də yarpaqla doldurubla, qeyri-adi bir şey yoxdur. Allah, bu niyə sağa getdi? Allah. Okay. Günəş də məni yandırır deyənə papağımı götürdüm. Bu Afrika papağıdır da, başa düşürsünüz uşaqlar. Bu Afrikada bu ehtiyac duyulan şeydir. Mən ki, bunu taxmamışam. Yandırmışam, tökmüşəm. Allah, su elədin üstümü.
Qəşəngdir uşaqlar. Sürətimiz zəifdir və biraz sağa meyillənirik. Sola heç bir meyillənmə yoxdur, amma qəşəng təcrübədir. Həyatımda ilk dəfədir belə bir şeylə gedirəm. Su çikilidir, amma çox çikilidir uşaqlar. Silişkim çikilidir. Bilmirəm, videodan aydın deyil, amma çox çikilidir. Yəni qəhvəyi rəngdə deməli başda. Çox qarışıqdır yəni. Palçıq da belə qaqaş. Salamlar. Canlarım. Mənzəriyə bax bir dənə qaqam. Qaqam mənzəriyə bax bir dənə. Sən niyə burada deyilsən qaqaşım? Mən siz üçün tur təşkil edəcəm uşaqlar. Mən siz üçün söz verirəm, tur təşkil edəcəm və siz gəlib Afrikanı qarış-qarış gəzəsiniz. Əvvəl kəşf eləyim özüm. Kəşf eləyim sizə. Yəni artıq Tanzaniya ilə Efiopiya 5 barmağım kimi bilməyə başlamışam. Yəni növbəti 2 gündən sonra mən artıq Efiopiyanı əzbər biləcəm. Bu hissələrdən söhbət gedir təbii ki. Bir neçə gün də paytaxtda keçirdəcəm. Oranı da öyrənmiş olacaq. Uşaq suyu içəcəkdə palçıqlı suyu. Onu. Palçıqdır uşaqlar su başdan ayağa. Həmən palçıqlı suyu uşaq içdi. Hoppa. Yes. Okay, thank you. Körpəli analar hamısı artıq uşaq əmizdirirlər. Dediyim kimi qoyun quzu bunların həyatında çox böyük rol oynayır və hər yerdə qoyun quzu və inək, öküz var. Uzanıblar sadəcə çayın qırağında dincəlirlər. Belə ağaclığın içərisi ilə meşəli idi deyək də. Gedirik. Bunlar Omo çayının həmişə daşmasını gözləyirlər ki, öz əkinləri ilə məşğul olsunlar. Deyir, torpaq yumşaq vəziyyətə gəlir və biz əkin eləyə bilirik. Və sahə də geniş, çox böyük, geniş sahədədir. Deyir, ancaq yağışlı dövrlərdə baş verir də. Qəbiləyə doğru gedirik. Müxtəlif tip insanlarla qarşılaşıram. Amma boyları hündürdür. Buradakı qadınların da boyu hündürdür. Normalda mən kişilərin hündür olduğunu görürdüm, amma qadınlar hündür değildi. Burada amma qadınlar da hündürdür. Və gördüyünüz kimi sahədə insanlar çalışırlar və bu adamlar Dastaneç qəbiləsinin adamlarıdır. Qaqam da böyük yük daşıyır. Uşaqların topuna baxın, futbol oynayırlar. Bu da Dastaneç kişilərinin geyimi və forması da əlindəki alətdir. Görürsünüz, heyvanları qovalamaq üçün. Uşaqlar içərisinə kulok doldurublar. Və bir dənə parça ilə bağlayıblar, uşaqlar oynayırlar. Soruşuram, dövlət bu qəbiləyə bir dəstək verir, kömək eləyir, deyir 50-50-yə. Normal, yəni kömək eləmir. Qəbilə öz başına bir tərdə olanır. Dəstək çox vacibdir uşaqlar. Biz necə? Qəbilə həyatından çıxmırlar zaten. Amma biraz da kapitalist rejimə də uyğunlaşmırlar. Zaten əkinçilik mardarlıqları var, yəni bir tər yaşayırlar. Biraz da təhsilə yardım etsə dövlət, bunlar biraz bəlkə də qəbilə həyatından çıxmağa başlayarlar, inkişaf eləməyə başlayarlar. Amma dövlət heç bir yardım eləmir. Dövlət də çox böyükdür, bu ölkə çox böyükdür. Nəticə etibarı ilə normaldır belə olması. Sizə qəbilə məktəblərindən birini göstərəcəm. Burada məktəblər nə formada olur görəcəksiniz. Xahiş elədim, məni məktəbə gətirdilər. Dedim görə məktəb nə formadadır. Burada uşaqlar necə təhsil alırlar, ağarırlar. İndi onu görməyə başlayacaq. Actually, this is the for the village kids. This is the school. Okay. You know, the government building the school to them, and they are studying nearby to their villages. And now we are currently there is a village nearby here. Is called Borkonec. Okay. And then this is the community, the government built for them to study here. This is the primary school, actually. Primary, yeah. When they finish this, they must go to the secondary or high school in the other side of the Omo River. Okay. So this is their primary school until like grade 1 up to 6, 7. Here. Okay. And then when they finish this, they will go to the high school and secondary school. Okay. Burada dərs otaqlarından biridir uşaqlar, ya da müəllimlərin otaqlarıdır. Yəqin kimyanı, fizikanı, insan kəlləsi zadı var, anatomiyanı izah edən əşyalar bura yığılıb. Bu yəqin kimya ilə bağlı, yəqin yox o kimya ilə bağlıdır. Bu bunların əlifbasıdır. İngilis dili öyrədirlər. Belə musiqi alət də var, 2 dənə, yoxsa başqa bir şeydir bunlar. Qəribədir. Oyda. Bax. Zülm burada hiss olunur uşaqlar. Nə bax. Ölçü vahidini yönəyən ölçülər. Bu isə onların qlobusudur. Sadəcə topdur uşaqlar. Ağızla şişirdilən topdan qlobus olaraq istifadə edirlər. Coğrafiya adamlara gör nələr göstərir. Bu qapaqlar, bu pivə burada çox moddadır. Pivə qapaqları hər şeydə istifadə olunur. Bəzək əşyası kimi, dərslikdə, hər şeydə bu qapaqlardan çox istifadə edirlər. Bu müəllimlər otağıdır, müəllimlər burada əyləşiblər və bir görüş edirlər, icras edirlər. Gedək, gələrik birazdan, uşaqlar gələnə gəlib qayıdarıq bura. Bütün qəbilə yolları olduğu kimi bu qəbilənin də yolu
Çox uzundur. Yolu çəkib sizi yormaq istəmədim. Elə bildiyiniz ağaclıqların arası ilə bir neçə məsafə qət eləyəndən sonra artıq qəbilələrin evlərini görməyə başlayırıq. Gedək görək. Dastaneç qəbiləsində nələr görəcəyik. Gəlib çatmışıq. Bu da Dastaneç qəbiləsi. Bunlar bu qədər şifri hardan tapırlar onu bilmirəm, amma gördüyünüz kimi bütün evlər şifrdən ibarətdir. Şifrdən ibarətdir deyimdə gördüyünüz kimi tikilməyib də. Yəni ağızlarına gələn formada şifri bitər qurublar. Amma bu istidə şifr. Bilmirəm, içəriyə istilik verir, vermir. Qaqam kameranı istəyir. Sən nə deyək qaqa? İl boyu bura bu qədər istilik var. Yəni təpəmi deşir gün. Başa düşür, papaq taxmışam, yenə təpəmi deşir gün. Xoşbəxtdirlər. Necəsə yaşayırlar, necəsə ömür gedir. İnsan belədir, insan hər bir hala öyrəşir, hər bir immunitetim, məsələn, mən o sudan içsəm mikrobla ölüb gedərəm. Amma bunların immuniteti bu coğrafiya ucbatından ona da vərdiş eləyib. Onlara sən komizap, onlara yamizap deyirlər. Yamizap, yəni salam, salam, əleykümə salam kimi nəzərdə tutun. Belə. Komizap. You can shake them there. Oh, just a moment, just a moment, just a moment. Komizap. 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 Salam. Three? Yeah, thank you. Ama görürsünüz necə xoşbəxt adam. Yeah, whoa. What's it? My name Kamati. Your name Kamati? Kamati. Yeah, my name is Orhan. Go. Buna bumerang deyirlər. Bildiyimiz bumerang bura qədər olur ki, atırsan qayıdır, amma bunu yalnız heyvanlara atır. Məsələn, inəkləri çox uzağa gedib, atır inəyə bir mesaj verir ki, qayıt dala, köpəyin balası çox uzağa getdir, o da qayıdır dala. Bu bir heyvanı idarə etmə alətidir. Ancaq bu qəbilədədir bu. Başqa qəbilələrin heç birində bu şey yoxdur. Hər bir burada ailənin 2 dənə evi var. Günorta vaxtı bir yaxud dedim bu dəmirlər yəqin ki, isti olar. Elə dediyim kimidir. Günorta vaxtı bunlar belə yarpaqlı yerdə yatırlar və yaxud kölgəlikdə otururlar. Amma gecə gəldiyində bu dəmirin içində yatırlar. Çünki bu dəmir çox isti olur. Bu yumruğun nə ehtiyac var? Bu nəzərdə tutulubdur ki, evin kişisi burada yatır. Burada olan qoyun, quzu, mal-qarıya baxmaq üçün, yəni nəzarət etmək üçün ki, vəhşi heyvanlar gəlib onları yeməsinlər. Və bunlar həm də Kenya ilə Sudanın sərhədindədirlər deyənə, o cəhətdən də təhlükə var deyənə kişi evin çölündə yatır. Toyuqları da var, uşaqlar, toyuq da böyüdülər. Mən buradan görsən, şifr imkan vermir, amma içəri toyuqla da olur. Bu qorunmaq üçündür ki, vəhşi heyvanlarla hündürdə salınır ki, heyvan ora qalxıb onu götürə bilməsin. Və xalacenik də belə deyək, günəşdə olan xalacenik. Okay. Özlərinin dilləri də var, Dastaneç dilidir. Hər bir qəbilənin deyir ki, özünə məxsus evləri olur. Yəni bunlar heç bir-birinə bənzəmir. Uşaqlar deyir ki, əgər saçı belə qabağa, yana və bu tərəfə bir də arxayadsa, deməli bu evlənməyib, subaydır. Understand, ya. 3 uşağı var, 3 uşağına görə saçında onun işarəsini vurur və bildirir ki, mən evliyəm, saçlarını ancaq qıraq eləyərəm. Bu qaqaşın ailəsinin, bu qaqaş yəni gidə çevrilib, amma əvvəlində o da bu tribdə yaşayan biri. Canı Allah sağ eləsin, getdi içəri. Getdi içəri, görə içəridə nə var. Uşaqlar, oyda, çox əlməliyəm. Hoppa, Uşaqlar, bura çox istidir. Həddindən artıq istidir. Şifrin içərisindəyik, dəli isti var içəridə. Və o anlattığında başa düşdüzdə qazanı orada bişirəndə, oradan bir dənə deşik açırlar ki, tüstü oradan sovrulub çıxsın, getsin. Bu da digər qəbilələrdə gördüyümüz kimi qablardır. Bu bəyin anasıdır, qardaşın anasıdır izah eləyən ən digər xanımlar. Deyim ki, bir izah elədim, bunlar yarı köçəri həyat yaşayırlar deyənə. Deyir ki, biz köçəndə bütün evimizin əşyaları, zatları da özümüzdən daşıyırıq. Onu izah elə, gedib yeni yerdə məskunlaşma salırlar. 3 bacı, bu və atası, anası yaşayırlar bu evdə. Uşaq 4-5 yaşına çatan artıq böyümə yaşına keçir deyənə bunu ötürürlər nənəsinə ki, bunlar təbii ki, ər-arvaddırlar və cinsi əlaqə ilə məşğul olmalıdırlar. Və bu cinsi əlaqə də uşağın yanında baş verməsin deyənə uşağı ötürürlər nənəsinin yanına, yeməyini, təminatının hamısını verirlər, uşaq nənəsinin yanında böyüyür. Oyda, istidən pişdimi uşaqlar içərdə. Başa soruşdum ki, silahları var hər bir. Dastaneç kişisinin deyir təbii ki, hamısının varıdır. Çünki heyvanlara da nəzarət, başqa triblara nəzarət söhbəti var deyənə olmalıdır. Amma dedim indi baxa bilərəm, dedim qarşımıza çıxsa sənə göstərəcəm. Kölgədə, qaqam yatır. Qaqam yatışır orada. Yavaş, yavaş. Yavaş, yavaş. Yavaş. Yavaş, yavaş. Bazara aparır, lokal bazara.
Bu kişi oturub ömrümə, Allahıma and olsun oturub ömrümə, çiynimə vurur. 2-3 dəqiqədən bir salamlaşır. Salamlaşma prosesdə burada şeydir. Əli vurdun, 3 dəfə çiynimi vurmalısan. Gedir, gəlir, salamlaşır. Gedir, gəlir, salamlaşır. Mən də Yavaş yavaş. Yavaş, yavaş. Yavay yavay. Yavaş, yavaş. Yavay ya. Oydu, uşaq südü birbaşa buradan içir. Ini ada ilgili. Ada ilgili. İlgili kali sen. Mən belə şey görməmişəm uşaqlar. Mən belə şey görməmişəm. Demək istədiyim odur ki, burada həyat mübarizəsi çox böyükdür. Quraqlığı anlayırsınız və bunların üzərinə bir də xoşbəxtliklərini ümid eləyirəm anlayırsınız. Və nəzərə alın ki, burada bir də bunu da qeyd edeyim, ölüm məqamından eynirlər. Digər gəzdiyim qəbilələrin hamısını bastırırlar. Burada əgər gəncsənsə, deyək ki 40 yaşına qədər ölmüsənsə, səni bastıracaqlar. Əgər sən 40 yaşının üstündəsənsə, heç öldüyün yerdə səni tulayacaqlar da bir ağacın qırağına ki, onsuz qoca da bu eləsi idi. Başa üzülmürlər sənin ölümüvə. Cavan ikən üzülürlər, amma qocanın vecdərini də almırlar. Atırlar bir qırağa, torpağın üstündə çürüyür. Başa düşdünüz nə demək istəyirəm? Yəni adamı bastırmırlar yerdə çürüsün. Ruhsal şeylərə inanırlar. Nə xristianlıq, nə müsəlmanlıq, heç bir şey. Ancaq ruhsal inancları var. Burada torpaq təbiətlə əlaqə çox böyük rol oynayır. Adamların mədəniyyətlərində, adətlərində formalaşması çox böyük rol oynayır. Təbiətlə əlaqə. Çox arvadlılıq bildiniz, yəni var burada da. Burada da çox arvadın ola bilər. Bir arvada görə 20 inək və 50 baş balaca heyvanlar verməlisən. Yəni balaca baş dediyim keçi, quzu bunlar sayılır. İnşallah bu da kəndin görüntüsü. Bir də bir şey izah edeyim. Ümumilikdə 67 mindir bu qəbilənin adamları, amma bunlar kənd-kənd bölünüblər. Yəni biz gələndə də mən sizə başqa kəndləri göstərdim zaten. Bu da kəndlərdən biridir. Biri buradadır, nə bilim, gedirsən, məsəl üçün, orada da bir kənd var. Bunu kəndlər balaca sayırlar, amma orada da bir kənd var. Gedərsən biraz qabaqda bir dənə də kənd çıxacaq. Yəni bu qəbilə dağılıblar, yarım köçəri həyat yaşayırlar. Turkana gölü daşır, onlar biraz da uzaqlaşırlar göl tərəfdən. Get-gedə, yəni yavaş-yavaş Kenyada bəziləri qalıb, amma əsasən artıq buradadılar. O da köçəri olaraq və bunlar belə pasportla, yox, belə sadəcə köçürlər. Buradan ora, oradan ora gedirlər belə yəni. Onlar əti yemirlər, ətə yatırım eləyirlər. Yəni ancaq seremoniyalarda yeyirlər əti. Deməli, bir dənə məsələni deyim, fikir versinizsə, bütün qəbilələrdə yaşlılara ciddi hörmət var, yəni. Yaşlanıb artıq heç bir gücə malik olmadığı halda, yenə də burada, yəni normal formada böyüklərə hörmət qorunub saxlanılır, yəni. Çox maraqlı detaldır, yəni qəbilət də, yəni adamların nə vecinə yaşayış forması, amma böyükləri yenə hörmət eləyirlər hər bir halda. Yəni böyüklər önəm daşıyırlar burada. Okey, bu da bunların marketdir. Gələn turistlərə falan bunlardan satırlar. Sadəcə dəmirdir də, bunu əyirlər. Yox, burada yazı da var uşaqlar. Bunların marketindəydim, yekunlaşdırırıq və marketdə mən özümə və bir dənə də hədiyyəli krokodil diş aldım. Burada krokodil çox bəsit bir şeydir, yəni ölüsü də, dirisi də çox tapılır deyənə. Yəni təsəvvür edin, bu dişin böyüklüyünə buna verdim, nə qədər verdim Allah buna? Buna verdim 6 manat, təqribi 7 manat daha doğrusu, 7 manat. Buna da verdim 5 manat. Bu da 5 manat etsə qəpikdə, tam 5 manat yox. Qiymət almışdım qaqaşdan, amma mən eBay ilə razılaşdım. Amma ya o da mənə qiymət vermişdi. Okey, mən onlardan rəqs xahiş elədim ki, okey, mən onlardan rəqs xahiş elədim ki, öz traditional rəqslərini bizə, milli rəqslərini bizə göstərsinlər. O da indi yığışdılar bura. Mama! Why they have no teeth here?
bir pasport kimi istifadə elə o düşüş çıxartmaq ki, yəni biz falan yerdənik, falan peşməkan. Qəribə deyirlər. Neyse uşaqlar, mən fikirləşirəm yekunlaşdırmağın vaxtıdır. Artıq burada turistlər də çoxalır. Bir yaxşı ki tək idik biz burada. Çox çətindir burada olmaq istilik cəhətdən. Başqa şeylər qoyduq kənara. Çox istidir bura. İzlədiyiniz üçün təşəkkür eləyirəm. Ümid eləyirəm bu videonu da bəyənərsiniz. Səhifəni izləməyi, komment yazmağı, like etməyi, hətta istəsəniz unlike belə etməyi. Mənə nəsə mesajdır bunlar. Həm də mənim üçün bir dəstəkdir, unutmayın. Növbəti səhətlərimdə çox lazım olur. Öpürəm, çox sağ olun, var olun dəstəyiniz üçün. Növbəti səhətlərdə, növbəti məkanlarda görüşənədək. Hələlik.